Mən də həmişə deyirdim ki, niyə bayram stolunun arxasında bütün xanımlar yorğun oturur? Sən demə, hamımız işlərimizi sırf 30-u, 31-i görürük, ona görə də bu vəziyyətə qalırıq. Amma mən bu illərimə biraz cəhd tərpənmək istədim və ona görə də bu günlərimə bilinçikimin ətini hazırladım, qoydum kənara. Axşam bilinçiklərimi hazırlayıb qoyacağam dondurucuya. İndi isə tənək dolmamı hazırlayıb qoyuram dondurucuya ki, 30-u günü də aşımla, stalişnimi, nə bilim, hansı salat eləyəcəmsə onları hazırlayaram. Zaten kebab işinə kişilər baxdığına görə onu da yoldaşım eləyəcək və mən də 31 günü ancaq özümə vaxt ayıra biləcəm. Qızlar, ən rahatı budur. Həqiqətən də bu yöntəmdən eləyin. Elə bugündən başlayın. Bilinçikivizdir, nə bilim, tənək dolmavızdır. Bunları eləyin, yığın dondurucuya. Hansılar ki, dondurucuda qala bilirlər. 31 günü də qəşəng çıxardın, qoyun üstünə, isinsinlər, stolunuzu düzəldin və inanın ki, özünüzə də vaxt ayıra biləcəksiniz. Yoldaşınızla, uşağınızı da götürüb harasa getməyə də vaxt ayıra biləcəksiniz. Hər şeyə vaxt ayırmaq mümkün olur və mən də bugün o yöntəmdən istifadə edirəm. Siz də belə edirsinizmi və yaxud da etmirsinizmi? Rəy bölməsinə yazın görə. Yoxsa hələ siz heç təmizlikləri qurtarmamısınızmı? Amma mən ev təmizliklərini qurtarmışam. Və belə qızlar, kimlər evdən pul qazanmaq istəyirsə, maaş əldə etmək istəyirsə, aylıq gəlir istəyirsə, qeydiyyat problemi yaşamaq istəmirsə, ay mən qeydiyyat gətirə bilmirəm, mənim başım çıxmır, mənim ətrafım yoxdur. Kimlər qeydiyyat gətirmədən sadəcə maaş qazanmaq istəyirlərsə, mütləq və mütləq bizim komandamıza, mənim şəxsi nömrəmə müraciət edin. Həqiqətən də bu yeni ildə hər birinizi sevindirəcəm və möhtəşəm 2 ədəd baxım məhsulu hədiyyə qoymuşuq ki, kimlər bizə qeydiyyatdan keçsənlər, onlara hədiyyə edəcəm. Belə qızlar, bir şey soruşmaq istəyirəm. Siz tənək dolmasına duzu vuranda ətin dadına baxırsınız, yoxsa tənəyin? Mən heç vaxt ətin dadına baxmıram. Birinci tənəyin dadına baxıram, hətta birini götürüb yeyirəm. Ondan sonra duz tökürəm dolmaya. Bilirəm ki, artıq necə olacaq. Bu formada qızlar artıq tənəyimi açdım və yavaş-yavaş da bükməyə başladım. İnşallah ki, süfrəmiz bol, qazanımız qaynayan olsun. İnşallah xeyirli, ruzili il olsun.